Əməkdaşınız gəlib sizə ultimatik səslə məlumat verir. Ya maaşımı qaldırın, ya da mən gedirəm. Və bu çox dəyərli bir mütəxəssisdir, siz də onu itirmək istəmirsiniz. Təbii ki, dinləyirsiniz səbirlə və pauza verirsiniz. Sonra deyirsiniz, əyləş məsələni müzakirə edək. Deməli, iki məsələni müzakirə edəcəyik. Sənin gedişini və əmək haqqının artırılmasını. Bu iki yol artıq seçimdir və diplomatik bir üsuldur. Yəni, mən o birini də gözə almışam. Sonra yenə ikinci bir diplomatik üsula əl atacağıq. Deyəcəyik, sən hansını seçirsən, sən hansını istəyirsən, getməyi ya davam eləməyi. Təbii ki, bu zaman daha səmimi olacaq və deyəcək, təbii ki, sevdiyim şirkəti tərk eləmək istəmirəm, amma maaşlar da artırılmasa mən getmək istəyirəm, çünki təkliflər var. O zaman deyirsiniz, mən səni bir əməkdaş kimi qiymətləndirirəm və buna görə biraz da mənə imkan ver, müzakirə eləyək, daha sonra mən düşünüb qərar verəcəm. Sabahlı gün görüşəndə isə biz nə edəcəyik? Bunu artıq açıqlamada oxuyun.